Böyük məmnuniyyətlə bir də təkrar edək. Azərbaycan Dövlət İqtisad Universitetinin 2026-cı il məzunlarına həsr olunan məzun günü təntənəli şəkildə qeyd olunub. Bakı Kristal zalında keçirilən tədbirdə universitet rəhbərliyi, professor müəllim heyəti, məzunlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər. Mərasimdə çıxış edən UNEK-in rektoru Ədalət Muradov məzunları əlamətdar gün münasibəti ilə təbrik edib. Rektor universitet illərinin gənclərin həyatında mühüm mərhələ olduğunu vurğulayaraq, məzunların gələcək peşə fəaliyyətlərində uğurlar qazanacaqlarına inandığını bildirib. O, məzunlara bilik və bacarıqlarından səmərəli istifadə etməyi, ölkənin sosial-iqtisadi inkişafına töhfə verməyi arzulayıb. Qeyd olunub ki, məzunlar universitetdə qazandıqları bilik və təcrübə ilə əmək bazarına və ya təhsilin növbəti pillələrinə qədəm qoyurlar. Növbəti məzunlarımızı yola salırıq və əminik ki, onlar bizim ölkəmiz üçün layiqli vətəndaşlar olacaqlar. Bu sadəcə bir məzun toplantısı, məzun tədbiri deyil. Bu həm də uzun illər çəkilmiş əziyyətin bir bayramıdır. Bu ürəklərdə bəslənilmiş arzuların bir bayramıdır. Bu həm də müəllimlərə, valideynlərə bir təşəkkür tədbiridir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu məzun günü bizim universitetimizin həm də ciddi bir sınaq tədbiridir. Biz yetişdirdiyimiz məzunları sanki cəmiyyətə təqdim edirik. Bu sanki bir güzgüdür, bizim məzunlarımızın əksini göstərir və mən o güzgüdə bizim məzunlarımızı möhtəşəm gördüm. Mən məzunlarımızla qürur duyuram və əminəm ki, məzunlarımız bizim bütün ümidlərimizi doğruldacaq. Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Musiqi nömrələri və müxtəlif səhnə çıxışları məzunlara əsl bayram ovqatı yaşadıb. Məzun günü iştirakçıları üçün xoş təəssüratlarla yadda qalıb və onlar hisslərini bizimlə bölüşüblər. Beynəlxalq İqtisadiyyat məktəbinin məzunuyam. Bugün burada olduğuma çox xoşbəxtəm. Universitetdə oxuduğum illərdə mübadilədə oldum, çoxlu dostlarım oldu. Xoş müəllim heyəti ilə birlikdə işlədik və bugün burada olduğuma xoşbəxtəm. Bugünün bir son yox, daha çox bir başlanğıc olduğuna inanıram. UNEK-in mənə verdiyi təsirin karyeramda böyük ehtivası olacağına inanıram. İqtisadiyyat və İdarəetmə Fakültəsinin tələbəsiyəm. Birinci kursda mənim qabağıma bir fürsət çıxdı. Universitet daxili ikili diplom proqramına qəbul oldum. İkinci ixtisasımı maliyyə ixtisası üzrə almaq qərarına gəldim. Bu zaman öz ixtisasımdan əlavə olaraq maliyyə ixtisasının da əsas fənlərinə qoşulurdum. İlk əvvəllər elə düşünürdüm ki, yəni bura girməyimin səbəbi mənim ikinci bir diplom almağım idi. Amma sonra gördüm ki, burada əsas faktorlardan biri də məhz ikinci diplom yox, mənim qurduğum əlaqələr, mənim qurduğum belə deyim, networking daha çox mənim sənəyimə çatdı. Yəni mənim üçün bu 4 il çox möhtəşəm gəlib keçdi. Qeyd edək ki, bu il Azərbaycan Dövlət İqtisad Universitetini ümumilikdə 6091 tələbə bitirib.